Herkese salam, kanalıma xoş gəldiniz. Bugün sizlərlə birlikdə OTK-nın 14 dekabr 2025-ci il 9-cu siniflər üçün keçirmiş olduğu buraxılış sınaq imtahanının ətraflı izahına baxacağıq. Videoya keçmədən öncə qeyd etmək istəyirəm ki, 8, 9, 10 və 11-ci siniflərdə buraxılış imtahanına hazırlıq qruplarımız davam edir. Dərslərə qoşulmaq və yaxud da məlumat almaq üçün yuxarıda qeyd olunan nömrənin WhatsApp-ına yaza bilərsiniz. Verilmiş hər iki ismimiz cəmdədir. Bu səbəbdən qeyri-müəyyən artikellarla istifadə oluna bilməz. Elə birbaşa doğru cavabımızı alırıq ki, B variantı. Cəm isim birinci dəfə istifadə olunduğu üçün qarşısında heç bir artikel yazılmır. Artıq ikinci dəfə istifadə olunduğuna görə burada D artikelini yazmalıyam. 57-ci sualımızda cümləmiz inkardadır. Bir cümlədə iki inkar istifadə oluna bilməz. Bu səbəbdən A və D variantı gedir. Eyni zamanda da some təsdiq cümlələrdə istifadə oluna bilər. Bu səbəbdən B və C variantını da çıxardıram. Doğru cavabımız E variantı. Eni və onun törəmələri inkar cümlələrdə istifadə olunmalıdır. 58-ci sualımızda qayıdış əvəzliyidir. Qayıdış əvəzliyi cümlənin mübtədasına əsasən yazılır. Diana qadın cinsidir və bu səbəbdən qadın cinsinə uyğun olaraqdan herself yazılmalıdır. 59-cu sualımızda boşluğumuzun sağ tərəfində isim var. İsim olduğuna görə mən yəlik əvəzliyinin aslı formasını yazmalıyam. Obyektlər ola bilməz, həmçinin müstəqil formada yazıla bilməz. Söhbət bütün şagirdlərdən getdiyinə görə X də yazıla bilməz. Doğru cavabımız C variantı. Bütün şagirdlər ev tapşırığını diqqətlə etdilər. 60-cı sualımızda sifət və yaxud da zərfin seçilməsidir. Biz bilirik ki, sifət ismin qarşısında işlənir, zərf isə feildən sonra gəlir. Lakin bəzi istisna feillərimiz var ki, onlardan sonra zərf deyil, sifət gəlir. Bu feillərimizi ekranın sol tərəfində paylaşacağım. Answered bu feillər sırasında deyil, buna görə də mən buraya zərf yazmalıyam. İki variant arasında qalıram. Sim feili isə görünmək anlamında özündən sonra sifət tələb edir. Bu səbəbdən də doğru cavabımız C variantı. 61-ci sualımızda isimlərin cərgəsini seçmək tələb olunur. Hər bir variantdan sifətləri və yaxud da digər nitqçilərini çıxardaq. Mülayim, şəxsi, vacib, mükəmməl. Doğru cavabımız B variantı. Qabiliyyət, mədəniyyət və sığınacaq. Hər biri isimdir. 62-ci sualımız yəlik hallarla bağlı bir testimizdir. This təkdədir. Təkdən sonra gələn isim də təkdə olmalıydı. Təkdə olan isimlərin yəlik halı isə apostrof S ilə verilir. Yanlışdır. D artikelından sonra böyük hərflə yazılan bir söz, yəni soyad gələrsə, bu zaman bu ailəni bildirir. Ailədə minimal 2 nəfər olduğuna görə cəmdə verilməlidir. Bu doğrudur. Miss də Mrs kimi sözlər cənab, xanım bildirir və bir nəfəri də bildirdiyinə görə təkdə olmalıdır. Bu da doğrudur. This cəm işarə əvəzliyidir. Özündən sonra cəm isim tələb edir. Lakin apostrof S şəklində verilib. Ona görə bu da səhvdir. Doğru cavabımız 2-3 C variantı. 63-cü sualımızda boşluğun sağ tərəfində təkdə olan söz verilib. Sözün təkdə olması bizə bildirir ki, bu sayılmayan isimdir. Sayılan isimlərlə istifadə olunan kəmiyyət göstəricilərini çıxardıram. Elotdan sonra isim gələ bilməz. Doğru cavabımız D variantı. 64-cü sualımızda in mənə bildirir ki, burada üstünlük dərəcəsi yazmalıyam. Tək hecalılarda D est, çox hecalılarda isə D most vasitəsilə üstünlük dərəcəsinə çevrilir. Doğru cavabımız C variantı. 65-ci sualımız mübtəda xəbər uzlaşması ilə bağlıdır. Mübtəda əgər ING ilə başlayırsa, bu zaman xəbərim təkdə olmalıdır. Doğrudur. Mübtədada sözünü varsa, sözündən əvvəlki sözə baxılaraqdan uzlaşma aparılır. İsmimiz cəmdədir, xəbərimiz də cəmdədir. Bu da doğrudur. Burada isə ismimiz cəmdədir, xəbərimiz təkdədir. Ola bilməz. Yenə mübtədada sözünü var, sözündən əvvələ baxıram ki, ismim təkdədir. Lakin feilimin sonunda isə müvafiq olaraqdan S yazılmayıb. İndiki zamanda olan feillər təkdə olduqda sonunda S yazılmalıdır. Buna görə də cavabımız səhvdir. Doğru cavabımız D variantı. Tək hücum etmək, improve inkişaf etmək, feed yemləmək. Nəysə bir şeyi daha yaxşı etmək, yəni inkişaf etdirmək. Kiməsə və yaxud da nəyəsə zərər verməyə çalışmaq, yəni hücum etmək. İnsana və yaxud da heyvana yemək vermək. Bu da yemləmək olaraq gedir. Doğru cavabımız B, A, C, Y variantı. 67-ci sualımızda virtual sözünün antoniminin tapılması tələb olunur. Bu söz virtual deməkdir və virtual sözünün antonimi real olaraqdan götürülür. 68-ci sualımızda sinonimlərin tapılması tələb olunur. Möhtəşəm, heyrətamiz, fantastik, doğrudur. Oxşar və fərqli antonimlərdir. Mümkün və qeyri-mümkün antonimdir. 4 doğrudur, dəhşətə gəlmiş, qorxmuş. 5 də doğrudur, sevinmiş, məmnun,
olaraq tərcümə olunur. Short tekstlərə başlayaq və bir-bir tərcümə edək. Bizim uşaqlar üçün dərsdən sonra edəcəkləri əyləncəli fəaliyyətlər var. Dərnəklərimizə idman zalında oyunlar, yemək bişirmə, futbol, basketbol və şahmat daxildir. Dərslər ibtidai məktəbdə keçirilir. Daha ətraflı məlumatı sosial mediada tapa bilərsiniz. A variantı yanlışdır. Bildirilir ki, dərslər məktəbdən əvvəl keçirilir, lakin mətndə isə dərsdən sonra olduğu qeyd olunur. B variantı yanlışdır. Bildirilir ki, dərslər məktəb vaxtında keçirilir, lakin məktəb vaxtı yox, dərsdən sonra olur. C variantı yanlışdır. Mətnə görə dərslər ibtidai məktəbdədir. D variantı yanlışdır. Təkcə yemək bişirmək yox, oyunlar, futbol, basketbol, şahmat da var idi. E variantı isə doğrudur. Mətn deyir ki, daha çox məlumatı sosial mediada tapmaq mümkündür. 70-ci sualımızın tərcüməsinə baxaq. Lili və Sofiya qapalı məkan oyunları haqqında öyrənməyi sevirlər, amma indiyə qədər heç vaxt oyun oynamadıqları üçün özlərini həyəcanlı hiss edirlər. Dostları onlara yemək bişirmə klubuna qoşulmağı təklif edir, amma onlar bunu istəmirlər. A variantında bildirilir ki, onlar digər şagirdlərə oyunlar öyrədirlər. Mətndə isə onların oyun öyrəndikləri qeyd olunur. B variantı doğrudur. Mətnə görə onlar qapalı məkan oyunlarını sevirlər. C variantı yanlışdır. Lili və Sofiya yemək bişirmə klubuna qoşulmaq istəyirlər. Lakin mətndə qeyd olunurdu ki, onlar bu kluba qoşulmaq istəmir. D variantı yanlışdır. Lili və Sofiya bütün oyunları çox yaxşı oynaya bilirlər. Xeyr, onlar heç vaxt oyun oynamayıblar, ona görə yaxşı oynaya bilməzlər. E variantı da yanlışdır. Burada deyilir ki, Lili və Sofiya artıq yemək bişirməkdə çox yaxşıdır. Lakin mətndə onların yemək bişirməyi bacardıqları deyilmir. 71-ci mətnimizin tərcüməsinə baxaq. Salam Sara, necəsən? Mənim çox gözəl həftə sonum oldu. Şənbə günü ailəmlə zooparka getdim. Aslanları, meymunları və filləri gördük. Bazar günü evdə qaldım və film izlədim. Sən həftə sonu nə etdin? Məktəbdə görüşərik. Emily. A variantı yanlışdır. Bildirilir ki, Sara cizgi film izlədi, lakin mətnimiz Emily tərəfindən yazılıb və Sara haqqında bir məlumat yoxdur. B variantı yanlışdır. Emily parka getdi. Emily parka yox, zooparka getmişdi. C variantı yanlışdır. Sara bütün gün evdə qaldı. Yenə də eyni məntiqdir ki, məktub Saraya yazılıb və Sarahın nə etdiyi bəlli deyil. D variantı yanlışdır. Emily nənəsini ziyarət etdi, lakin belə bir şey yox idi. E variantı doğrudur. Emily həftə sonundan çox zövq aldı. Böyük mətnimizin tərcüməsini ekranda 5 saniyəlik paylaşacağım. Videonu dayandıraraqdan detallı formada baxa bilərsiniz. 72-ci sualımızda soruşulur. Niyə Derek musiqi dahisi adlanır? Doğru cavabımız C variantı. Çünki o, bir dəfə eşitdikdən sonra musiqini ifa edə bilir. 73-cü sualımızda mətni nə haqqında olduğu soruşulur. Doğru cavabımız B variantı. Mətn məşhur pianoçudan bəhs edir. Onun sağlamlıq və öyrənmə çətinlikləri olduğu, həm də xüsusi musiqi istedadı olduğu vurğulanır. 74-cü sualımızda doğru variantın tapılması tələb olunur. 1 yanlışdır. Mətndə onun Almaniyada doğulduğu yox, İngiltərədə doğulduğu qeyd olunur. 2 yanlışdır. 2-də deyilir ki, dinlədikdən sonra musiqinin notlarını unudur. Əksi olaraqdan musiqini bir dəfə eşidəndən sonra mükəmməl çaldığı qeyd olunur. 3 doğrudur. Mətndə deyilir ki, müəllimi ona gündəlik həyatda kömək edir. 4 də doğrudur. ABŞ, Almaniya, Yaponiya və daha çox ölkədə çıxış edib. 75-ci sualımızda cümlənin ardını tamamlamaq tələb olunur. Kor və öyrənmə çətinlikləri olsa da, doğru cavabımız C variantı. Mətndə açıq şəkildə qeyd olunur ki, o dünya şöhrətli pianoçudur. 76-cı sualımızda yanlış olan variantların tapılması tələb olunur. 1 doğrudur. Mətndə dünya şöhrətli pianoçu olduğu qeyd olunurdu. 2 yanlışdır. Mətndə gözləri görə bilmədiyi üçün notaları oxuya bilmədiyi qeyd olunur. 3 doğrudur. O 9 yaşında Londonda ilk konsertini verib. 4 isə yanlışdır. 4-cüdə heç vaxt xeyriyyə işlərinə yardım etmədiyi verilib. Mətnə əsasən isə tez-tez xeyriyyə işlərinə dəstək olduğu qeyd olunub. Videonu bəyəndinizsə bəyən butonuna basmağı, kanala abunə olaraqdan şərh yazmağı unutmayın.